Salam, mən Babayeva Nəzrin, Quantum Sky komandasının üzvü SAF 2025-in Kubsat kateqoriyası üçün təqdimat edirəm. Salam, mən Mirzəzadə Səxavə. Bizim kubsatımızda kamera və MPU, ESP8266 və DHT11 modullarından istifadə olunub. Gördüyünüz kimi kamera modulumuz tam işlək vəziyyətdədir. Foto şəkilləri çəkir və həmçinin onları ekranda göstərir. İndi isə Blink proqramı vasitəsilə MPU və DHT sensorlarının göstərdiyi məlumatlara baxacağız. Burada gördüyünüz kimi X, Y və Z oxlarını, həmçinin istilik və nəmliyi göstərən sensorlarımız mövcuddur. Bütün məlumatlarımız burada olduğu kimidir. Kubsatımız hərəkət etdiyi zaman modulların dəyəri dəyişilir.